Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin 9 iyun tarixində Rusiya Todaya kanalına verdiyi müsahibədə Qarabağı mübahisəli əraziyə adlandırması regiondakı sabitliyi yenidən kövrək hala gətirən siyasi təxribatlardan biridir. Medinski hər nə qədər tarixçi olduğunu iddia etsə də, onun bəyanatlarında tarixi biliklərinin kasad olması aşkar görünür. Qarabağ Azərbaycan ərazisidir və bu təkcə regional yox, həm də qlobal hüquq sistemində qəbul edilmiş bir faktdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri, Avropa İttifaqının və İslam Əməkdaşlıq Təşkilatının qərarları, nəhayət Rusiyanın özü də daxil olmaqla dünyanın bütün ölkələrinin Azərbaycanın ərazi bütövlüyünü tanıması bu gerçəyin möhürüdür. Medinskinin bu faktdan xəbərsiz olması ya informasiya blokadasının nəticəsidir, ya da bilərəkdən aparılan dezinformasiyanın bir hissəsidir. Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasında da bildirildiyi kimi, Qarabağ heç zaman mübahisəli ərazi olmayıb və bu bölgədə baş verənlər Azərbaycanın suveren ərazilərində həyata keçirilmiş antiterror tədbirləridir. Medinskinin fikirləri nə tarixi bilik, nə də diplomatik məsuliyyət daşıyır. Bu sadəcə revanşist ritorikadır. Lavrov və onun kimi peşəkar diplomatlar illərlə çalışıb Rusiya Federasiyasının Cənubi Qafqaz siyasətində neytrallıq görüntüsünü saxlayıblar. Amma Medinski kimilər, görünür, bu səliqəli maskaları cırmaqlamaqla məşğuldur. Onun sözləri həm Ermənistanı ümidləndirir, həm də sülh prosesinə qarşı açıq zərbədir. Siyasi şərhçilərin də vurğuladığı kimi, Medinski neytral tarixçi deyil, o təbliğatçı kimidir. Qarabağın mübahisəli adlandırılması Ermənistanın revanşist çevrələrinə mesajdır. Biz hələ də buradayıq. Bu cür bəyanatlar həm regionun sabitliyini pozur, həm də Rusiya-Azərbaycan münasibətlərini zədələyə bilər. Cənubi Qafqazda mövcud olmuş vəziyyət əslində Rusiyanın yüzillərlə həyata keçirdiyi parçala və hökm sürə siyasətinin nəticəsidir. Bu siyasətə görə bölgədə süni gərginlik yayı.